Buyurun. Hoş gelmişsiniz yoldaş deputat. Bilirsiniz, balaca bir hata yüz vermiştir. Mənə Bəxtiyar Muradov lazımdır. Buyurun. Hoş gördük Bəxtiyar. Rıza dayı, Bəli, hoş gördük. siz mənə açıq deyin ki, bu biabırçılıqdır. Mən... Bu haqda sonra Bəxtiyar. Bilirsiniz, balaca bir hata yüz vermişti. Başlayın, siz kimsiniz? Gastrol büronun administratörü. Namuslu zəhmətkeş Ağabala Hüseynov. Necə, Hüseynov? Bəli, Hüseynov yoldaş deputat. Ağabala. Oho, siz ki məşhur adamsınız. İnce sənətdə köhnəyəm. Azərbaycanda məni azacıq tanıyırlar. Azacıq? Təvazökar olmayın. Azərbaycanda sizi yaxşı tanıyın. Yox canım. Bəli, bəli, inanın mənə. İncə sənət olan təmənnasız xidmətiniz hamıya məlumdur. Nə deyirsiniz yoldaş deputat? Doğrusu mən bu tərifə layiq deyiləm. Layiqsiniz, tamamilə. Mən əminəm ki, bundan da artığına layiqsiniz. İkinci səhifəyə baxın. Gəl təmiz havaya çıxaq Bəxtiyar. Gedək buradan. Vay dedem vay. Atvan öyle kirpi. Yaxşı, indi fikrin nədir? Yox Rıza dayı, oxumağa həmişəlik son qoydum. Yox, bu yaramaz Bəxtiyar. Sən mütləq konservatoriyaya girməlisən. Gedək mənimlə. Bəlkə profesör onu qəbul eləmədi. Biraz gözləyək, məlum olar. Məncə məlumdur. Bu saat onlar dərsə başlayacaqlar.